sizi varlanmağa qoymayan səbəblər var. Onlar barəsində bir neçə video çəkəcəm. Hər mövzuda çox uzun video olmasın. Birini elə indi deyirəm də. Yuxu. Çox, yəni gündüz yatmaq, tezdən oyanmamaq. Bu sizi qətiyyən, yəni bütün səbəbləriniz olsa da, əgər gec oyanmışsa, varlana bilməzsiniz. Çünki istisnalar əlbəttə var. Qaydaları da təsdiq edir istisnalar. Amma 95% dünyada varlar insanlar, idarə edən insanlar, hamısı səhər oyanır. Səhər deyəndə çoxsu 9 və yaxud 10 başa düşür, elə deyil də, yəni 7-dən 6-dan gedirsə də. Dünyada varlı adamların 95%-i səhər oyanır. Başqa cür də deyə bilərəm, əgər gündə cəmi 1 saat əvvəlkindən tez oyansınız, il ərzində 15 iş günü bu qədər vaxtınız əlavə qabaq olursunuz. Lap heç statistikanı xoşlamırsınızsa, öz təcrübəmdən deyim. Vaxtilə mən öz işimə başlayanda səhər tezdəndən gedirdim. Məsələn, 7-də olurdum gedəcəyim yerdə. Elə açığını deyim də, ayaqqabı biznesinə girişmişdim. Gedirdim bazarda 7-də. İşimi gördüm 8-9. Həm hər şeyin yaxşısını ala bilirdim, həm də ki 9-da artıq qayıdırdım. Gün hələ indi başlayır, cəmaət hələ yuxudan durmur. Amma çox işlərimi artıq görmüşdüm. Amma elə olurdu ki, saat 9-un yarısı bir-iki dəfə olmuşdu ki, gec getmişdim. Təsəvvür edin, 9-un yarısı gedəndə mən hələ 11-ə kimi heç maşını saxlaya bilmirdim. Gün də batıb gedirdi. Gedəndə də yaxşı şeylə ala bilmirdim. Yəni, bu öz təcrübəmdir. Öz təcrübəmin də maraqlı deyilsə, sağlıqlı cəhətdən. İstənilən həkimdən soruşsanız, deyəcək ki, tezdən durmaq, ümumiyyətlə gecə yuxusunu tam yatmaq, axşam vaxtında yuxulayıb, səhər tezdən durmaq sizin sağlamlığınız üçün ziyandır. Tezdən durmaq, yəni sizin sağlamlığınız üçün xeyirdir, oyanmamaq da ziyandır. Başqa səbəblər də var, indi çox uzun video olmasın deyə bunu burada bitirirəm. Əsas səbəbi dedim, əgər varlanmaq istəyirsə, yəni tezdən oyanmaq lazımdır. Burada oyanmaq da ki, onu da deyim, öz növbəsində zülüm olmamalıdır ki, bu cürlük qoyum, öz-özünə oyanmalısın. Onun da sadə sirri var, axşam tez yatın.